Qaşınman varsa, qaşınmadan bezmisənsə, göbələk xəstəliyindən əziyyət çəkirsənsə, sən qaşıdıqca qaşınman artırsa, mənə diqqətlə qulaq as. Çünki sənə həm qaşınmana, həm də qaşınmanın səbəbinə son qoymağın yolunu göstərəcəm. Amma əvvəl ekrandakı ürəyi zəhmət olmasa qızart və profilin üzərindəki üstəgələ işarəsinə toxun. Deməli, qaşınmanın səbəbləri çoxdur. Mən ən geniş yayılmış səbəblərini deyəcəm sizə. Rozaseya, sızanaqlı dəri, alerjik dermatit və bütün növ bədən göbələyi. Əldə, ayaqda, dırnaqda, bikinidə, xarici cinsiyyət orqanında və yaxud da bədənin hər hansı nahiyəsində olan göbələk və bu saydığım xəstəliklərin yaratdığı qaşınma zamanı yaxınlaşırsınız aptekə, əczacınız və yaxud da həkiminizlə məsləhətləşib betnaflam geyim krem əldə edirsiniz. Bu kremi gündə 2 dəfə qaşınan nahiyyə nazik təbəqədə çəkib 5 dəqiqə baskı uygulamadan masaj edirsiniz. Bu müalicə üsulu həm qaşınmanıza, həm də qaşınmanızın səbəbi olan saydığım xəstəliklərə qısa zamanda son qoyacaq. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczacılarımızdan xahiş edin, zakas verib, köməklik göstərib gətirsinlər. Unutmayın ki, qaşınmanıza son qoymağın müxtəlif yolları var. Bir əczacı kimi sizə tövsiyəm betnaflam geyim kremdir. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman sağlam qalasın.